Bu dua Peyğəmbərimizin dəyərli qızı Fatimə xanımdan nəql olunub. Həm də hacətləri əldə etmək üçün oxunulması da tövsiyə edilib. Mənə ruzi verdiyin şeylərə qane etdir. Məni saxlayacağın müddət ərzində eyblərimi ört və məni salamat et. Canımı aldıqda isə məni bağışla və mənə rəhm et. İlahi, mənim üçün müqəddər, yəni təyin edib ayırmadığın şeyləri axtarmaqda məni yorma. Mənim üçün təyin edib ayırdığın şeyləri əldə etməyimi isə mənə asan və yüngül et. İlahi, atama, anama və üzərimdə neməti olan hər bir kəsə mənim tərəfimdən xeyirli mükafat ver. İlahi, məni nə üçün yaratmısansa, bax o şeylər üçün məni asudə et. Mənə görə öz üzərinə götürdüyün, kəfil olduğun şeylərə məni məşğul edib başımı qatma. Mən səndən bağışlanma dilədiyim halda məni əzaba düçar etmə. Sənə ağız açdığım və səndən dilədiyim halda isə məni məhrum etmə. İlahi, öz nəfsimi mənim gözümdə alçalt. Sənin şən və dərəcəni isə nəzərimdə böyüt. Sənə itaət etməyi, razı qaldığın şeylərə əməl etməyi və səni qəzəbləndirən şeylərdən uzaq olmağı mənə ilham et. Ey rəhimlilərin ən rəhimlisi. Duanın ərəbcəsi və oxunuşunu açıqlamada paylaşacağam.